Çıxılmaz. Araşdırma müzakirəyə baxaq. Deməli, Aynur lövhədə yazılmış misalın cavabının 500 olduğunu şifahi tapdı. O bunu necə etdi? Gəlin bir dənə buna baxaq. 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 üstəgəl 5 üstəgəl 95 üstəgəl 96 üstəgəl 97 üstəgəl 98 üstəgəl 99. Bunun cəmini tapmaqdan ötürü bir balaca fikirləşsək, biz burada riyaziyyatın qruplaşdırma xassəsindən istifadə edə bilərik. Bunu necə edirik? Deməli, 1 ilə 99'u götürürəm. 1 ilə 99'un cəmi neçə eləyir? 100 eləyir. Eyni qaydada 2 ilə 98 elədi 100. 3 ilə 97 elədi 100. 4 ilə 96 elədi 100. Və 5 ilə 95 elədi nə 100. Neçə dənə 100'lük var burada? 5 dənə. Deməli 100'ün 5 dəfə toplamaq elə bil 100'ə nədir? 5'ə vurmaq deməkdir. 5'i vururum 100'ə neçə eləyir? 500 edir. İndi gəlin birinci toplamanın xassələrindən istifadə etməklə cəmi asan üsulla tapaq. Toplamanın xassələri hansıları oldu? Toplamanın xassələri. Məlum ki, ən məşhur xassəsi toplamanın nədir? Yer dəyişmədir. Yer dəyişmə xassəsidir. Yer dəyişmə xassəsini necə deyirdik? Deyirdik ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Rusunda necə deyirdik? От перемены слагаемых summa не меняется. İndi baxırıq, burada bir sizə misallardan bir dənəsi var. Bu da 2 üstəgəl 3 5'dir. 3 üstəgəl 2 də 5'dir. Deməli doğrudur. İkinci ən vacib əməl xassə qruplaşdırma xassəsidir. Yəni bunu bilmək çox önəmlidir. Qruplaşdırma xassəsi. Tutalım 3 üstəgəl 4 üstəgəl 5 bərabərdir. Biz bunu belə də yaza bilərik. 3 üstəgəl 4 üstəgəl 5. Gördük, qruplaşdırdıq 3 ilə 4'ü. Və ya 3 üstəgəl 4 ilə 5'i də belə qruplaşdıra bilərik. Və ya 3 ilə 5'i qruplaşdırıb üzərinə 4 də gələ bilərik. 3 ədədin cəmini tapdıqda yanaşı toplananları onların cəmi ilə əvəz etmək olar. Tək yanaşı yox, göstərdiyim kimi bizə əlverişli olan soldan istifadə edərək yəni tapmaq lazımdır. Hansı əlverişlidirsə onları qruplaşdırmaq lazımdır. İndi nömrə 1-dən başlayırıq misallara. 33 üstəgəl 15 üstəgəl 17 bərabərdir. 33 ilə 15 də qruplaşdırmaq olar, amma o əlverişsizdir. Mən 33 ilə 17'ni qruplaşdırdım. Nəyə görə qruplaşdırdım? Qruplaşdırmada sonu 0 ilə bitən ədədlərə fikir vermək lazımdır. Görürsünüz, 3 ilə 7'nin cəmi nədir? Son 3'dür. Burada da 7'dir, 10'dur. Deməli, bunu qruplaşdırsaq daha əlverişli olar. 33 ilə 17'nin cəmi 50'dir. Üzərinə 15 gəlirəm, cavab olur 65. Axırıncıya baxırıq. Burada 212 üstəgəl 546 üstəgəl 188 üstəgəl 154. Yenə qruplaşdırmadan istifadə edirik. 212 ilə 188'i mən bir götürürəm. 546 ilə 154'ü bir götürürük. Və biz bunu neyinirik? Qruplaşdırdıq. 212 ilə 188'in cəmi 400'dür. 546 ilə 154'ün cəmi isə 700'dür. Cəmi dəyər 1100. İkinci misala baxırıq. Deməli, üçüncü bəndinə baxırıq. 3 üstəgəl 4 üstəgəl 5 bərabərdir. Boşxana üstəgəl mötərizə 4 üstəgəl 5. Gəlin fikirləşək. Görək, burada 4 var, 5 var. Nə yoxdur? 3 yoxdur. Deməli, burada nə olur? 3 olur. Cəmdə də mütləq yoxlamaq lazımdır. 7 ilə 5'in cəmi 12'dir. 9 ilə 3'ün cəmi o da 12'dir. Baxırıq ikinci misalda axırıncı bəndə 9 çıx, mötərizədə 6 çıx 2. Bərabərdir 9 çıx 6 üstəgəl. Nə olacaqdır? Fikir versək, burada 2 var. Avtomatik olaraq birinci ağlımıza gələn odur ki, bu da 2'dir. Mən bu 2'yə yox, mən bunun işarəsinə daha çox diqqət yönəldərdim. Fikir versək, 9'un qabağında mənfi var. Yadınıza saxlayın ki, mötərizənin qabağında mənfi varsa, mötərizədə işarələr dəyişir. Yəni müsbətdirsə olur nə? Mənfi.
Mənfidirsə, olur nə? Müsbət. Fikir versiniz, B burada işarəsi müsbətdir. Ona görə mən burada yazam nə? Açıq B. Amma bu mənfi ilə bu mənfi nə edir? Müsbət edir. Deməli, burada nə olacaqdır? Gəlin biz bunu yox, belə yox, başqa cür yazaq. Yazdım burada nə? 9 çıx 6 üstə gəl 2. O da eləyər qruplaşdırsaq 9 çıx 6 üstə gəl 2. Deməli, boş xanada duran ədəd 2-dir. Üçüncü misala baxırıq. Bunu biz qruplaşdırma qaydalarını mən göstərdim sizə. Üçüncü misalda Y dəyişmə xassəsindən istifadə edirik. A üstə gəl bərabərdir 7 üstə gəl. Burada nə olacaqdır? 7. Burada da nə olur? A. Y dəyişmənin xassəsi nə idi? Y dəyişmənin xassəsi toplanılan yerini dəyişəndə cəm. Y dəyişmə xassəsi toplanılan yerini dəyişəndə cəm dəyişmidir. İndi baxırıq bu birisinə. 283 üstə gəl boş xana üstə gəl 107 bərabər. Birinci mən deməli neyirəm? Qruplaşdırma qaydasından istifadə edirik. 283-dən nəyə toplayıram? 107-ni toplayıram. Bu boş xanada olacaq. Sonra üstə gəl C olur. Deməli burada boş xanada nə olur? C olur. Dördüncü misala baxırıq. A üstə gəl B mötərizədə üstə gəl 2. Mötərizədə B üstə gəl 2. Deməli A üstə gəl mötərizə B üstə gəl 2. Qruplaşdırma üsulundan istifadə edirik. A ilə B-nin cəmi üstə gəl 2. Misalın şərtinə fikir versək, burada A ilə B-nin cəmi məlumdur. A ilə B-nin cəmi deməli nədir? 7-dir. Deməli A ilə B-nin cəminin yerinə 7 qoyuram. 7-nin üzərinə 2 gələndə alıram nə? 9. Eyni qaydada axırıncı misala baxıram. A üstə gəl 5 üstə gəl B üstə gəl 11. Mötərizənin qabağında müsbət olduğundan olduğu kimi mötərizə açılır. Qruplaşdırma qaydasından istifadə edirəm. A ilə B-ni 1 götürürəm. 5 ilə 11-i 1. A ilə B-nin cəmi misalın şərtindən 7-dir. 7-nin üzərinə 11 gələndə cavabı 18 almış oluruq. Aynı yox, 5 ilə 11-in cəmi 16-dır. 7 ilə 16-nın cəmi 23 olur artıq. Fikirlərin doğru və ya səhv olduğunu müəyyən edin. Yadınızda saxlayın. Natural ədədlər çoxluğunda hər zaman toplama və vurma əməli təyin olunur. Vurma əməli təyin olunur. Təyindir. Yəni 5 üstə gəl 2 neçədir? 7-dir. 2 üstə gəl 5 neçədir? 7-dir. Fikir versiniz, yer dəyişmə qaydası ödədir. 5 vur 2 nə qədərdir? 10-dur. 2 vur 5 nədir? 10-dur, ödədir. Amma qulaq asın. 0 böl 5 neçədir? 0-dır. Amma biz bilirik ki 5-i 0-a biz bölə bilmərik. Yəni boş çoxluq olur. Eyni qaydada 5 çıx 0 neçədir? 5-dir. Amma 0-dan biz 5-i çıxanda nədir? Natural ədəd olmur. Artıq tam ədəd olmuş oluruq. 0-dan 5 vahid hara gedirik? 0-dan sağda biz bilirik 1, 2 və s. 0-dan sola gedirik. 0-dan sola 5 addım atıram. Birinci addım olur -1, ikinci addım olur -2, üçüncü addım olur -3, dördüncü addım -4, beşinci addım -5 olur. Deməli biz buradan nə bilirik? Deməli 0-dan 5-ə çıxanda deməli 5 addım sola olur cavab nə? -5. Biz də bilirik ki -5 nədir? Tam ədəd, natural ədəd deyil. Natural ədəd nə idi? 1-dən başlayır, sayıla bilən ədədlərə deyilir. Bunu demişik. Deyil. Deməli hansı əməl təyin olunur? Toplama və vurma. Hansı əməl təyin olunmur? Bölmə və çıxma əməli təyin olunmur. Yəni ona görə 5-ci misala baxsaq, istənilən iki natural ədədin cəmi hər iki toplanandan böyükdür. Bəli. İki natural ədədin fərqi həmişə çıxılandan böyükdür. İki natural ədədin fərqi həmişə çıxılandan nədir? Böyükdür. Yoxlayaq da bunu 5-də. İstənilən iki natural ədədin cəmi hər iki toplanandan böyükdür. Tutalım. 5 üstə gəl 4 neçə edir? 9-dur. Cəm həqiqətən böyükdür. Birinci düzdür. Gəlin ikinciyə baxaq. İki natural ədədin fərqi həmişə çıxılandan böyükdür. 5 çıx 4 nə qədərdir?
1. Çıxılan nədir? 4-dür. Ola bilər? Xeyr. Deməli, bu nədir? Yanlışdır. Altıncı misala baxırıq. Ədədləri açıq şəkildə yazmaqla hesablayın. Açıq şəkildə yazmaqla hesablayan sözün mənası nədir? Yəni, mərtəbələr üzrə ayrılışını toplamaq lazımdır. Buna uyğun deməli, mən nə edirəm? Və-yə çıxmaq lazımdır. Buna uyğun götürürəm 52 milyon 578.225'i. Çıxıram nə? 41 milyon 466.124. Bunu necə yazdıq? Yazdıq 52 milyon. Yəni 5 milyon. Belə çıxmaq olsun da heç nə. Birinci 52 milyon. Burada nə olur? 41 milyon olur. Sonra üstə gəl 578.000. Burada nə qədərdir? 466.000'dir. Siniflər yazarım da fikir verirsiniz. 225 təhlik sinifidir. 124 təhlik sinifi. İndi mən bunu çıxıram. 225'dən 124'e çıxıram. Nə qədər eləyir? 101. 578'dən 466.000'e çıxaram. Nə qədər eləyir? Deməli eləyir 112.000. 52'dən 41 çıxanda 9 milyon eləyir. Aldı. Deməli burada nə olacaq? 9 milyon olur. Şimdi bunu da toplayıram. Allahım nə qədər? 9 milyon 112.000 fikir versiz siniflər üzrə artıq yazdım. 101 toplamasaq da olar. Konkretlə biz siniflərin ayrılışını yazmış olduq. İndi gəlin bir dənə bunun üçün 28 milyon 100 mindən çıxaq. 19.256. 19 milyon 256.199. Deməli 28 milyon 100 mindən çıxıram 19 milyon. Fikir versiz uşağımda mən alt-alta yazdım. Yəni onun mənası yoxdur. Əlverişli sözü, yəni hər yerdə eyni şey istifadə etmək deyil. Yəni sənin misalın məsələnin tələbinə uyğun sadə formada həll deməkdir bu. Baxıram 0-dan 9'a çıxmaq olmur. Ona görə buradan 1 tam aldım. Bu da qaldı 0. Bu birisi rəqəmlər hamısı nə olur? 9'luq olur. Çıxıram 9, 0, 9'dan 9'a 0, 9'dan 1'i 8, 9'dan 6'ını 3, 9'dan 5'i 4. Burada 0 qalır. 0'dan 8 çıxa bilmirəm. Ona görə buradan 1'i alıram. Burada nə qalır? 7 qalır. Burada nə olur? 10 olur. 10'dan 2'ni çıxanda 8 edir. Burada 7'dən 9 çıxa bilmirəm. Buradan 1'i alıram. Onda burada qalır nə? 1. 17'dən çıxıram 9 nə edir? 8 qalır. 1'dən 1'i 0. Deməli aldığımız ədəd 884.300. 8 milyon 843.800'dür. İndi bunun ikinci variantına baxıram. Siniflər üzrə, yəni çıxışına baxacağıq. Nömrə 7'də. İndi biz faktiki bir dəqiqə sizlə nömrə 7'yə baxırıq. 28 milyon 100 min. Buna çıxdıqda artıq sizlə. Gəlin onda bir dənə başqasını götürək. Götürək nəyə? 78 milyon 500 min 552. 500 min 552'dən indi çıxacaq nəyə? 8 milyon 862 min 678'i. Gəlin birinci 78'dən 8 milyon çıxaq. Burada qalır nə qədər? 70 milyon. 70 milyon nə? 500 min. Sonra mən 70 milyon 500 mindən deməli 862 mini çıxıram. Bunu necə çıxıram? Birinci mən 500 mini çıxıram, qalır 362 min. 70 milyondan da 362 mini çıxanda deməli nə alırıq? 69 milyon göbud olur uşaqlar, göbud olur. Elə ən yaxşısı alt-alta çıxmaqdır. Ən yaxşısı alt-alta çıxmaqdır. Gəlin alt-alta çıxaq. 500 minlə, 552'nin bunu çıxmaq olmur. Ona görə burada neylə? Bir dənə 1000 verirəm. 1000 verdiyindən burada nə qalacaq? 499 qalacaqdır. 1552'dən 678 çıxaq. Burada 4 qaldı.
Burada deməli 1 qoyduq bura 15-dən 7-nin 8 qaldı. Burada 14-dən 6-ın 8, 884 qaldı. İndi baxıram buna 499 mindən 862-ni çıxmaq olmur. Buradan 1-ni alıram. Qalır nə 1499. Çıxıram 862-ni. Burada qalır 7. Sonra 9-dan çıxıram. Yox, birinci 10 olur da. Birinci 10 olur. Burada birinci 10 olur. Burada da səhv eləmişik. Bayaqlarım dayan. Buradan bunu çıxanda burada 1 alacağıq. Mexanik səhvdir. İndi qulaq asın. Deməli 1 milyon 500 mindən 1 milyon 499 mindən biz çıxacağıq nəyə? 862 mini. 9-dan 2-ni çıxdım 7, 9-dan 6-ni çıxdım 3 elədi. Burada qaldı 14-dən 8 çıxanda 637 min. Burada qaldı nə? 76 milyon. 76 milyondan da 8 milyon çıxanda 68 milyon. Yenə deyirəm, ən gözəl yol siniflər üzrə çıxışdır. Sağdan sola çıxırsan. Yəni əgər əlverişli deyilsə. Əlverişli deyilsə. Əlbəttə ki, amma misalın şərtindən qeyd olunur ki, 6 yazmaqla hesablayın. Yəni yanaşma dəyişir. Deməli aldığımız ədəd nə olur? 68 milyon 637 min 884 olur. 8-ci misala baxırıq. Cümləni tam oxuyaq. Məhsulun şərtini. Çıxılanı yaxud toplananlardan birini açıq şəkildə yazmaqla hesablayın. Birinə baxaq. Deməli 368 milyon 580 min 866-dan çıxacaq nə? 200 milyon 380 min 600-ü. Gəlin birdən düşünək də. 866-dan biz çıxırıq nəyə? 600-ü. Bu eli nə qədər? 266. 580 minlə mən 380 minini aldım. Nə qədər qaldı? 200 mini qaldı. 368 milyondan 200 milyon çıxanda 168 milyon qalır. İndi bunu biz yazsaq 168 milyon 200 min 266 olur. İndi orada başqa bir həllini verirlər. İndi sizə hansı uyğundursa ona uyğun da yaza bilərik. Amma mən elə gəlir ki, bu yol daha əlverişlidir mən yazdığım. Tam açılışdansa bu yol daha yaxşıdır. Əvəzləmə üsulundan istifadə etməklə hesablayın. Belə bir nümunə verilibdir bizə. 2003 üstəgəl 1216. İndi ədədini soruşur bizdən, cəmini soruşur. Əvəzləmə nədir? Yəni mən bu 2003-ü nətə yazam? 2000 üstəgəl 3 yazam. 1216-nı nətə yaza bilərəm? 1220 çıx 4 yaza bilərəm. İndi mən birinci 2000-dən 1220-ni qruplaşdırdım. Cavab nə eləyir? 3220. Sonra üstəgəl 3 çıx 4-ü yazdım. Bu ikisini qruplaşdırdım. Aldım nə? Deməli 3223 çıx 4. Cavab verir 3219. Yəni burada əvəz etmə deyəndə biz nəyə başa düşürük? Qruplaşdırmanı başa düşürük. İndi gəlin bu birisinə baxaq. 596 min çıx 302 min. 596 mini yaza bilərəm 600 min çıx 4000. Çıx 302 min nətə yaza bilərik? 300 min üstə gəl 2000. İndi mən 600 mindən çıxıram nəyə? 300 mini. Eləyə nə qədər? 300 min. Sonra çıxıram 4000-ni və çıxıram 2000-ni. 300 mindən 4000-i çıxanda 296 min edir. 296 mindən də 2000-i çıxanda 294 min edir. Bu qədər.